Ne edirsiniz ki ölkədə kənd təsərrüfatı batıb gedir? Niyə işləmirsiniz? Bu problem niyə yaranır? Sanki elə bilin ki, bu olacaqmış kimi, elə bunların planındaymış kimi belə də yanaşırlar. Reaksiya vermirlər, ignor edirlər. Belə olmaz axı. Kənddə 4.700.000 əhali yaşayır. Və çox təəssüflər olsun ki, həmin əhali artıq şəhərə qaçır. Mən oxuyuram bəzi aktivlərin, fəalların yazılarını. Bunlar deyir ki, bizim kənddə artıq evi verməyə adam axtarırlar. Pulsuz, parasız təhvil verməyə adam axtarırlar. Kənddən qaçırlar. Nəyə görə? Ona görə ki, kənddə problem yaradıblar. İstehsalda məşğul olmaq mümkün deyil. Çox sayılı problemlər var. Məhsul istehsal edirsəm su vermir. Toxumu keyfiyyətsiz, gübrə keyfiyyətsiz, pestisidlər keyfiyyətsiz. İndi onunla bağlı danışacağıq. O keyfiyyətsiz pestisiddən dəfələrlə istifadə edirlər. Dəfələrlə. Hətta Qubada bir fermer mənə dedi ki, bir dəfə 20 dəfə dedi bir deməli mövsümdə almada mən zərərvericilərə qarşı o pestisidlərdən istifadə etdim və nəticə əldə edə bilmədim. Və biz nəyi görürük? O pestisidlərdən istifadə edirlər. Artıq o normanı müəyyən etmək, deyək ki, normativə uyğun hərəkət etmək mümkün deyil. Orada keyfiyyəti aşağı olduğu üçün, onu da bilərəkdən keyfiyyəti aşağı olan o dərman preparatlarını gətirirlər, kimyəvi, zəhərləyici kimyəvi maddələri. Necə deməli, insanlar üçün gətirdikləri dərmandan keyfiyyət aşağıdır, eləcə də heyvanlar üçün, eləcə də bitki üçün. Və kəndli məcbur olur, daha çox istifadə etsin ki, nəticə əldə etsin. Belə olan halda isə o pestisidin faydası yox, ziyanı olur.